Gününüz aydın olsun Azərbaycan xalqı. Demək, əfsanəvi, dünya şöhrətli aktyor Jackie Chan, bizim uşaqlıqdan sevimlimiz olan gözəl aktyor Jackie Chan Azərbaycana gəlib. Xoş gəlib, səfa gətirib. Jackie Chan'ın Azərbaycana gəlməyi təbii ki, bir xalqını sevən bir vətəndaş kimi mənə də çox xoş gəldi. Mən də sevindim. Jackie Chan Azərbaycana gəldi və bu da Azərbaycanın hardasa tanınmağına, inkişafına böyük bir təkandır. Jackie Chan kimi adamın Azərbaycanda gəlib o kinonu çəkməyi, hansısa bir filmi çəkməyi. Bu bizim turizm üçün də yaxşıdır. Digər bir məsələlərdə Azərbaycanın tanıtımında çox gözəl bir, yəni ki, addımdır. Ancaq belə bir məsələ var da, Jackie Chan'ın Azərbaycana gəlməyi pulsuz başa gəlməyib. Azərbaycandan orada dedikləri kimi, bu xəbər portallarının dediyi kimi 20 milyon dollara başa gəlib. 20 milyon dollara nələr eləmək olar? Mən hələ sosial yardımları demirəm, insanlara, əhalinin hansısa problemlərini həll eləməyi demirəm. Yəni ki, bu başqa bir məsələdir. Məsəl üçün, ölkə inkişafı üçün, məsəl üçün, tanıtım üçün lazımdır. Hardasa pul, vəsait xərcləmək lazımdır. Ancaq bir şey deyim də sizə, 20 milyon dollara məsəl üçün, uşaqlar var, hansı ki, savadlı uşaqlarımız var, balalarımız var, onları xaricdə oxutmaq olar. Sabahsı gün onlar dünyaya tanıda bilər müəyyən bir addımlarla, müəyyən bir savadı ilə, təhsili ilə, hansısa bir inkişafla, məsəl üçün, bir nəsə ixtira elə bilərlər, ölkəmizə təkan olar, hardasa tanıtım baxımından. Onlar da qoyduq qırağa. Deyək ki, heç onları digər məsələlər, deyək ki, Təhsil Naziri ayırır. Əgər ayırırsa, birincisi ayırmır, ayırırsa, yəni o Təhsil Nazirinin işidir, digər məsələlər digər nazirliklərin işidir. Mənim sözüm əsas bu kinematografçılara da, hansı ki, Azərbaycanda gic-gic ancaq xəyanət haqqında kinolar çəkirlər, ay nə bilim, komedi janrında belə lütdənir, nə bilim, gic-gic də, hansı ki, təlxək bir kinolar çəkirlər. Hamısına şamil eləmirəm. Yəni, bəzi kinolar var ki, heç bizim milli dəyərlərə heç bir aidiyyəti yoxdur, əksində ziyanı var. Yəni, belə bir kinolara pullar ayrılır, amma 20 milyon dollara biz gözəl bir kino çəkə bilərdik. Hansı bir kino çəkə bilərdik? Yəni, o vəsait nəyə ayrılardı? 20 milyon dollara biz 44 gün müharibə haqqında gözəl bir kino çəkərdik. Hansı ki, Rambo, mən həmişə demişəm, Rambo kinosu olmasaydı, biz nə bilirdik? O vaxt bu qədər sivilizasiya, bu qədər məsəl üçün sosial şəbəkələr yox idi. Biz nə bilərdik ki, Amerika ilə Vyetnam müharibəsini və yaxud da digər bir müharibələri. Amerika öz kinolarıyla onu tanıtdı bir qəhrəman kimi. Bizim o qədər qəhrəmanlarımız var. Polad Əşimov başda olmaqla, Mübariz İbrahimov, digər şəhidlərimiz, yəni ki, bunları qəşəng bir senari çəkib, bir gözəl dünyaya tanıtmaq olardı. Hətta o kino gedərdi, ingilis dilində gedərdi ki, bütün dünya baxsın. Necə ki, xarici kinolar çəkilir, bütün dünya baxır. Yəni, tarixinə, hansı ölkənin tarixindən fərqi olmayaraq da. Yəni, bu Hollywood çəkilişidir, belə deyək. Xarici bir, necə deyim, qaydalarda çəkilən bir filmlərdir. Yəni, o vəsaiti ayırıb elə bir çəkmək olardı və dünya bizim igidləri tanıyardı. Bu cür tanıdardıq. Bütün dünya baxardı, kino həvəskarları baxardı və deyərdi ki, Azərbaycan, sonra da açardılar tarixi, oxuyardılar ki, erməni mənfur düşmanlarımız bizim neçə illərdir torpağımızı işğal edir və bu cür igidlərimiz o torpağı azad elədi. Orada da məsəl üçün Ali Baş Komandanı, cənab prezidentimizi də məsəl üçün şəkilləndirmək olar orada bir obraz kimi. Təbii ki, bu 44 gün müharibə dəmir yumruq altında oldu. Cənab prezidentimizin sözünə qüvvət. Yəni bu cür bir senari yaradıb çəkmək olardı və dünya bizim ölkəmizin qüdrətini, xalqımızın qeyrətini, igid oğullarımızı, qazilərimizi, şəhidlərimizi tanıyardı. Rambo kimdir? Rambo heç tarixdə elə bir insan olmayıb. Sadəcə bir obraz kimi onu canlandırıblar. Bütün dünya Sylvester Stallone-ni Rambo kimi tanıyıb. Hansısa bir aktyoru gətirərlər. Ölkəmizdə o qədər yaraşıqlı elə Mübariz İbrahimova oxşar oğullarımız var. Polad Əşimova oxşar oğullarımız var. Bir canlandırardılar, bir qəşəng kino çəkərdilər. Mən də deyərdim ki, bu kino aləmində inkişafdır. Bugünkü gün bəli gözəl bir şeydir. Məsəl üçün o günü bulvarda kino günü efirdə, monitorda açıq səhnədə cəmaata seyr elətdirdilər. Təbii ki, əgər o pulla olsaydı hamıya reklam eləyərdilər. Çox təəssüf ki, pulsuz idi deyə heç kimə də xəbər eləmədilər. Elə kim təsadüf getdi, kimin xəbəri oldu, onlar getdi. Amma yaxşı olardı ki, bizlər də orada iştirak eləyək. Nəsə, onları qoyduq qırağa. Mənim söhbətimin, mənim bu videomun məğzi bundan ibarətdir ki, Jackie Chan'ın Azərbaycana gəlməyi, bəli, tanıtım kimi gözəl bir şeydir. Xüsusən də Jackie Chan kimi hörməti, hamının hörməti olduğu bir aktyorun. Amma o pulu, o vəsaiti həmən o 44 gün müharibə haqqında
bir film çəkilərdi və şəhid analarımız və qazilərimizin ailəsi və igid oğullarımız, qeyrətli ana bacılarımız baxardılar, vətənin oğulları ilə fəxr eləyərdilər və unudulmazdı. Bir ömür o kino dünyada da gedərdi və bizdə də gedərdi. Amma çox təəssüflər olsun ki, biz boş-boş şeylərə çox pul xərcləyirik. Söhbət tək bu cəksana ayrılan puldan getmir. Allah xalqımızı, dövlətimizi qorusun. Əsas odur ki, ürəklərimizdə yaşadaq şəhidlərimizi. Onsuz bu kinematografçılarımızdan bir şey çıxası deyil. Bunlar ancaq reklam, kimsə Semişka zavodu gəlsin, bunlara sponsorluq eləsin, ay nə bilim, Marojna zavodu, nə bilim, filan şeylər zadlar. Bunlar ancaq otursun, gözləsin ki, görək hansı firma bizə pul verəcək və biz gidiyor orada bir gülməli bir nəsə çəkək, cəmaatı güldürək və yaxud da hansısa bir xəyanətdən çəkək, insanların beynində ancaq xəyanət kimi bir həyatı formalaşdıraq. Yəni budur. Budur bizim kinematografçıların bugünkü əməli. Amma halbuki bizim tarixi kinolarımız var ki, insan bu gün də baxır, xoşuna gəlir. Allah xalqımızı, dövlətimizi qorusun. Bu sadəcə mənim subyektiv fikrim idi. Azərbaycanın inkişafı üçün bəli pul ayırmaq lazımdır. Amma digər məsələlərə də biraz diqqət etmək lazımdır. Var olun Azərbaycan xalqı.